Hepinize selamlar dostlar. Ben Hüseyin. Bu günler sizlerle birlikte yepyeni bir videoyla karşınızdayım. Şolar bu günleri World Soccer Champs oyunumuzdaki baş məşqçi kariyeramızın 3-cü bölümüyle karşınızdayım. Şolar gördüğünüz kimi kəpəzin başındayım. Axırıncı dəfəki World Soccer Champs baş məşqçi kariyera videomda 24 yaş gəlmişdi. Yəni çox sağ olun dəstəklərinizə görə. Bu günləri yepyeni bir videoyla karşınızdayım. Görək bu gün nə olacaq, başımıza nələr gələcək, maçlarda qalibiyyət ala biləcəkmi, yoxsa məğlub olacaq, yoxsa liderliyi qapa biləcəkmi, yoxsa sonunculuğa düşüb bir alt liqaya düşəcəyik. İnşallah ki bu olmaz. Belə videoların davamı üçün like atıb kanalıma abunə olmayı unutmayın uşaqlar. İstəyirəm ki PSP PES 26'da daha doğrusu PSP PES 26'da yeni bir kariyera yaradım. Efsane olun kariyerası. Eğer bu kariyeramı yaratmağımı istəyirsinizsə, en azından bir videoya 20 like gəlməyini istəyirəm. Çalışacağım ki bundan sonra daha tez video atım. Hem World Soccer Champs videoları, hem PSP versiyon, daha doğrusu PSP versiyon yok. PSP PES videoları. İstəyirsənsə başqa bir oyunlar oynaya bilərəm. Məsələn üçün Free Fire oynaya bilərəm, lakin dona bilər. Amma mən istəyirəm ki bu kanalda futbol videoları paylaşım. Əgər 1K abunəçi olsaq, inşallah ki hədəfimiz bu yoldadır. 1K, 1000 abunə olmaq. Yeni bir kanal açacağım. Daha doğrusu əlavə kanalı, gaming kanalı, bundan əlavə kanal. Orada da Free Fire belə oyunlar oynayacağım. O zaman sözü çox uzatmayaq. Baxaq komandamıza. Gördüyünüz kimi komandamız belədir. Mən 3K pulumuz var. O zaman maçımıza keçək. Şamaxıya qarşı oynayırıq. Keçək bu maça. İnşallah ki qalibiyyət bizimlə olar. Bu arada şu olar bir dəqiqə oyunu saxlayaq. Bir çox nəfər, daha doğrusu 1-2 nəfər şəhərlərdə bildirib ki zamenləri oynatmır, oynaya bilmir. Bildirim ki uşaqlar, bu mənim 3-cü dəfədir ki oynayıram bu oyunu. Yəni bu videoda 3-cü dəfədir mən bu oyunu oynayıram. Bu karyeramdan, kəpəz karyeramdan əlavə, hətta bir dəqiqə belə eləyək. Kəpəz karyeramdan əlavə bir dənə karyera açmışam və orada həqiqətən çox gözəl işlər eləyirəm. Bundan sonra çalışacağım ki zamenləri daha çox oynadım. Və bu cihazla, bu şəraitdə bu cihazla oynamaq həqiqətən mənim üçün çox böyük bir başarıdır. Yəni həqiqətən bir çox şeyə rağmen, bir çox problemlərə rağmen video çıxardıb izlənə bilmək mənim üçün həqiqətən çox böyük başarıdır. Artıq 70 abunə oluruq. 69 abunə idim axırıncı mən baxanda. Yəni ki artıq 70 olmuşuq. Dəstəyiniz üçün çox təşəkkür edirəm. O zaman sözü çox uzatmayaq və maça keçək. İndi Borucu Məmmədovdadır. Belə qarşısını kəsməyə çalışaq. Qəşəng Yusuf İmamov. İndi Şamaxı yenidən bir ataka çıxır və Abdullah vurdu qolu. Hal-hazırda Şamaxıya yenidən bir atak verdi hakim. Burada artıq qarşılarını almalıyıq və bəli, qarşılarını almağa bacardıq. 1-0 məğlub durumundayıq Şamaxıya. Artıq 30-cu dəqiqələrinə daxil oluruq. Rosingles çox yorğundur. Biz ona ataq belə Seyidovun yerinə. Və Horini salaq, çünki həqiqətən çox yorğundur Rosingles. Və bəli, 31-ci dəqiqədə ataka çıxdıq. Bu səfər top Vardeska'dadır. Vardeska. Belə çəkək topu, pasımızı verdik. Paçu'dadır top, Paçu və gol! Gol vurmağı bacardıq. Vardeska'nın asisti, Paçu'nun qolu və Şamaxı ilə hazırda 1-1 bərabərliyi tutduq. Dərkən Şamaxı o dəqiqə ataka çıxdı. Burada top dirəkdən döndü. Dönən topu uzaqlaşdırmağı bacardı Jefferson. Buradan kəpəzin bütün azərkeşlərinə salamlayıram. Mən özüm Qarabağ azərkeşiyəm. Lakin Qarabağdan sonra həqiqətdə kəpəzi tuturam. Yəni bizim liqada. İndi top içəri atıldı. Ay Abdullah qol vurdu. Çünki kəpəz həqiqətən ən çox nailiyyəti olan klublarımızdandır. 1990-2000-ci illər arası kəpəz qan utdururdu. İndi hal-hazırda Şamaxı gəlir, topu bayıra vurdular. 2-1 məğlub durumundayıq. Şahini oyuna salmaq istəyirəm.
Şahini belə eləyək, Nəbiyev orada oynaya bilir və Rızayev oyuna salaq. Haydi, bəli, yenə Şalaxıya atak verildi və bu səfər yenə Abdullah bayrağı vurdu. Çox gözəl forvard deyəsən bu Abdullah. Və bəli, atak sırası bizə keçdi indi. Fərid Nəbiyev, burada səhv məndə idi, bəli, səhv məndə idi. İndi top Paçu'dadır, Paçu. Golumuzu vurdu, ikinci golumuzu vurdu Paçu. Uşaqlar biraz sakitçiliği olur çünkü odak oluram oyuna sakit olanda. 2-2 bərabərliyi tutduq və 85'te Paçu'nun, daha doğrusu 32 və 85'te Paçu'nun attığı gollarla Şamaxı ilə 2-2 bərabərə qalmağı bacarırıq. Maçın adamı Paçu seçilir və 8-ci pilləyə qalxırıq. 22 xalımız var. Yeni iş təklifi. Uşaqlar Qəbələ və Karvandan bizə iş təklifləri var. Amma mən yəqin ki Kəpəzdə qalacağam. Karvana baxaq. Toplam piyasa dəyərləri 4.3 milyon. Bu nə deyir? Qəbələ də 5.6 milyon. Aslında Qəbələyə keçə bilərik. Və hazırda 12-ci yerdədirlər. Bilmirəm, Qəbələyə keçəkmi? Uşaqlar, o zaman yeni bir sürpriz eləyək və Qəbələnin başına keçirik. Artıq Qəbələnin baş məşqçisi maşınla yola keçirik və Qəbələ şəhərinə gəlirik. Yeni bir meydan okumaya gidiyoruz. Bəli. Yönetim ve taraftarlar kulübe hoş geldin diyor çünkü o şanslı top toplayıcı son iç saha maçında oyunu topunu kapıyor. Kulüp 24k lira cezası ile karşı karşıya. Bu biraz pis oldu lakin yaxşı ki Qəbələyə gəldik məncə. Çünki oyuncularımızın çoxdur və piyasa dəyərləri ondan da çoxdur. Hazırda ligada 12-ci və 7 xalımız var. Heç olmaz. Bu o demək deyil ki biz geri dönməyəcəyik. Bu o demək deyil. Mən komandama baxıram. Ki məncə bu komandamız əlimizdə olan komanda Kəpəzin kadrosundan daha yaxşıydı. Və mən burada çox şey bacara bilərəm. İlk olaraq dizilişimizi dəyişək. 5-4-1-ə keçək. 4-5-1 də olar. Daha doğrusu 5-4-1 deyil də bu. Bəli, bu diziliş. Zaten bu dizilişdəydi deyəsən komanda. Bu yox. 4-5-1. Bəli, bu dizilişi keçdik. Sonra 34 yaşlı qapıçımız var. Salahat Ağayev, onu satacağıq birinci. Burada Keytanımız var. Keytanı ataq bura. Hacıyev, o da stoperdi, 60 overall'dır. Onun yerinə defansif orta saha qoyaq bura. Hele ilə defansif orta sahadır. Ofansif orta sahaya ofansif orta sahamız varmı? Hele ilə belə ataq, Faşı belə qoyaq. Faşı mən həqiqi həyatda, bu həqiqi o Faşdır. Mən Faşı həqiqi həyatda, daha doğrusu həqiqi həyatda yox, PS'də mən Qarabağa gətirmişdim Faşı. O ayrı məsələ. Duenda belə Kərimliyə satacağıq, 50 Kərimli. Ondan sonra 31 yaşı var. 2 forvardımı da satacağım. Çünki ikisində 31 yaşı var. İkisindən də vaz keçəcəm. Ofansif orta sahamı saxlaya bilərəm. Sol kanadı və sağ kanadımı da saxlaya bilərəm. Və yaxud da sol kanadımı satacağım. O əminəm ona. Və yaxud da yox. Ziyanı saxlayaq. Ziyanla Qombillanı saxlayacağım. Balu ilə Massamunu satacağım. Ondan sonra Nicat Əliyev, sol bekimiz, sağ bekimiz məncə yaxşıdır. İdarə eləyər ola bilir. Mən zamindən kimi satacağım? Kərimlini satacağım. Ondan əlavə Sangare və Aykinəni satacağım. Bir dəqiqə, mən o dəqiqə birinci başlayaq satışlarımızı eləməyə. Qapçımız Salahat Ağayevi sataq.
34 yaşı var abi adamın. Saladı Neftçiyə satdıq. Sonra 17 yaşlı Habib Hüseynova güvənə bilərik çünki 17 yaşı var. Ondan əlavə biz kimi satacaqdıq? Əlini satacaqdıq. Əli ana Əli. Əli Kərimli. Əli Kərimlini satırıq. 69 kaya satdıq Əli Kərimlini. Konda yox. Mən bir dənə oyunculara biraz alışım. Santriforlarımızı satacağıq. Santriforlar. Saingare hanım. Santriforlar. İbrahimə Saingare'ni satırıq. 310 kaya. Ondan sonra diğer santriforumuz İsmail'i da satırıq. 270 kaya satdıq. Sonra başqa satış eləyəcəkmi? Bəli. Massomunu satacağıq. Massomunu sataq da. Yoxsa Bağlunu, bəncə Bağlunu sataq. Massamı oynaya bilir mi orada? Yox. Massamı ancaq sol kanatda oynaya bilir. Bağlunu zamələ çəkib. Bu bizim Kumbilla bizim sağ kanatımızdır. Kumbilla'nın sağa atı. 19 yaşı var. Bağlunu satır. Bağluanı da 420 kaya satdıq. Və artıq transferimizi eləyə bilərik. Mən zaten istəyim o idi ki, bu futbolçunu alım. Rio Nemkanı 1.5 milyon yox. Bir oyuncu da satmalıyıq. Bir oyuncu. Bu oyuncumuz kim ola bilər? Nasiro'ya güvənəcəyik. Şahverdiyə və mən Nasiro'ya. Bu iki ofansif orta sahaya güvənəcəyik. Və hətta bunu belə eləyib Nasiro'nu atacaq zamələ. Mən kimi satacaqdım? Rüfət Əhmədovu sataq. Rüfət Əhmədov. Uşaqlar, indi siz mənə belə baxıb deyəsiniz ki, bu adam nə qayır? Mən bu oyuncuları satıram. Lakin sezon sonunda Rio'ya elə bir təklif gələcək ki, bu oyuncuların yerinə elə bir transfer eləyəcəm ki, siz özünüz də mat qalasınız. Çünki mən bunu o birisi karyeramda etdim və həqiqətən də çox böyük bir bonservis aldım. Və bu bonservisə bütün ilk 11'imi dəyişdim. Yəni bildiyin bütün 11'liyimi dəyişdim. Mən buradan Əhmədovu satacaqdım. Əhmədov yox, İskəndərov satıram. İskəndərov. Fərid İskəndərov. Ay. Komandamızda 16'dan az nəfər var. Mən o zaman bir dənə tez 50'dən aşağı bir oyuncusunu satım. Daha doğrusu alım. En azından bizə lazım olan bir şey olsun. 50-55 olsun. Şahmar Aşurov alaq. Mənim əvvəlki klubumun oyuncusudur. Onu komandamıza qataq. Aşurov ilk transferimiz oldu bizim komandamıza. Aşurovu belə qoyaq hələlik. Və əslində burada Faşı da sata bilərik biz. Biraz öz-özünə oturdu kadro. Nasiro'nu satırıq. Nasiro və yaxud da İskəndərov. Nasiro 100K'dır. İskəndərov. Abi yenə də istədiyim oyuncusunu ala bilmirəm. O zaman mən gedim 60, daha doğrusu 65-70'ə bir başqasını alım. 1.4 milyon olan. Sol kanat Tom Watson var. 1.4'e kim var? 1.4'e Cole Samis var ve yaxud da Adzis var. Mən Adzis'i alıram. 1.4 milyona Juventus'tan. Abi yox, qəbul eləmədilər. O zaman Kauzamis'i transfer eləyək.
Onu da qəbul eləmədilər. Abi nə olur burada? Nə baş verir? Ajax'ın stoper almayaq. Stoper alaq mı? Stoper yox. Bu stoperə dəyməz. Tom Watson. Abi gərək biz düşək aşağılardan mı alaq? ...18 yaşlı Stuttgart'ın sağ kanadı. Bizə sağ kanad lazımdır. Transfer eləyək onu. Və bəli, Lazarı transfer eləməyə bacardıq. Lazar Jovanovici komandamıza qatmağa bacardıq. Və artıq onu yerləşdirə bilərik. Həqiqətən bizim sağ kanada ehtiyacımız var idi. Sağ kanat lazımlıydı bizə. 54 qapılımız qaldı və ona da bir dənə qapı zameni alaq. 50-65'ə transfer listəsində olan bir qapçı. 20 yaşlı Torrani 180 adamla 50-55 olsun o zaman. Holiday var. 70 kadroda. Bir dəqiqə. Bir dənə qapçı yazaq. Qapçı. Bir sonus bulundu və o da Nico Holiday'di. O zaman 55-65 eləyək bunu. Muze'ni ala bilərik mi? Ala bilmədik. O zaman Xəyyamı sezon sonuna qədər kiraladıq. Xəyyam Balayevi sezon sonuna qədər qapçı zameni olaraq kiralamağı bacardıq. Balayevi ataq bir dənə belə buram. Və bəli, bu da gördüyünüz bizim komandamız. Ən yaxşı belə mi oluruq? Yoxsa necə? Məncə ən yaxşı belə oluruq. Bizdə santrforsuz qaldıq. Hətta santrforsuz qalmadıq. Kombillanı belə eləyək. Santrforda 67 overallımız olsun. Sağ kanatda da 54 overallımız və beləliklə sağ kanat yedəyim, daha doğrusu santrfor yedəyimiz öz yerində dursun. Beləliklə həqiqətən atakımız 67'ye qalxdı. O zaman Araz Naxçıvanla olan maça keçək və Araz Naxçıvanla maçımızı oynayaq, yaylayaq. Burada reklam gəldi və reklam öz-özünə getdi. Bilmədim necə oldu, heç özümdə başım çıxmadı. Araz Naxçıvanla özüm oynayacağım. İnşallah ki Araz Naxçıvanı məğlub eləyə bilərik. Və bəli, Qəbələ atak sırası bizdədir. Qəbələnin də bir vaxtlar Avropada çox gözəl çıxışları olub. Belə pas verməyək, faşdadır top. Amma indi artıq pasımızı verə bilərik. Ay, keçmədi bu top. İndi top Araz Naxçıvan atakındadır. Həbib qapçımız adı idi. Həbib Hüseynov. İndi yenə də atak sırası bizdədir. Bir dənə belə hərəkət, bir dənə belə. Gumbilla kesə gəlir adamları. Gumbilla'nın pası. Yazar Janovic top blokdan qayıtdı. Ay, çaşdım. Christian Avram topu götürdü, burada səhv məndə idi. İndi Araz Naxçıvan ataka gəlir. Ay, Hamidou Keita qolu vurdu. Artıq 40-cı dəqiqələrə daxil oluruq oyunda. Araz Naxçıvan yenidən ataka gəlir. Yağış yağır stadionda. Zərbə dirəkdə patladı bu top və Murad Musayev topu uzaqlaşdırmağa bacardı. Və atak sırası artıq bizdədir 40-cı dəqiqədə dəqiqətən belə bir içəri. Paulo Gumbilla. Çox gözəl bir gol. Mən içəri atmaq istədim, lakin Paulo Gumbilla zərbə çəkdi. 1-1 olur hesab. İndi Araz Naxçıvan atakı. Top Musakudadır. Qəşəng, çox gözəl. Və Həbib Hüseynov. İndi Araz Naxçıvan yenidən ataka gəlir. Top bu səfər sol tərəfə keçdi. Yenə də Simkala'dır. Simkala. Həbib Hüseynov topu götürməyə bacardı. Haydi atak sırası bizdə olsun. Və yenə də Araz Naxçıvanda da atak sırası.
Masuaku Simkalo top yine de Habib Hüseynov'da qalır. 17 yaşlı qapıçımız. Çox böyük potensialı var onda mənim fikrimcə. Artıq maçın sonlarına doğru yaxınlaşırıq. Haydi bir atak sırası və bəli top bizdədir. Atak sırası bizdədir. Belə bir pas. Janovic! Sonunda Cristiano Avram! Və yeni atak sırası bizdədir. Yox, belə yox. Top keçdi burada Lazar Janovic'e. Lazar Janovic yeni transferimiz gol vurdu burada. Yine sakit oldum. Lakin Lazar Janovic gol vurmağı bacardı. Qəbələ olaraq 2-1 gəldiyimiz ilk maçları Azərbaycan məğlub eləyərək 3 xal almağı bacardıq. Sonra və özümüzü inşallah ki buradan qurtara bilək. Düzü çox çətindir. Lakin inşallah ki biz bunu bacaracağıq. Sabaha qarşı oynayırıq bu maçda. Sabaha qarşı maçı simulyasiya edirəm və 3 top buraxdı, 4 top və 5-1, 6-1, 6 top vurdular bizə. Yəni qabağımızdakı sabahdır, yəni bunu unutmayaq. Bir sonraki maçımız Şamaxı ilandır. Bizim Kəpəzdə olan son maçımızla eləmək Şamaxı ilandır. İndi Qəbələyə olaraq Şamaxıdan intiqam vaxtı alacağıq. Daha doğrusu intiqam vaxtı gəldi, çatdı. Və top atak sırası bizdədir. Pasımızı belə verək. Janovic! Bayra vurduq. Janovic'lə bayra vurduq. İndi Şamaxı ataka gəlir. Vura bilməyənə vuracaqlar. Söz o inşallah ki olmasın. Və bəli onlar da qaçırırlar. Rossi də qaçırır. Maçın sonlarına, iş yarının sonlarına yanaşar. Dilim dolaşdı bir-birinə. Lazar Janovic. Lazar Janovic. 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 Sağ kanat olarak gətirdiyimiz oyuncumuz Santribora koyduq və gol maşını olur o. Gol maşını 1-0 Şamaxıya üstün hal-hazırda və 1-0 olaraq ilk yarıda üstün olduq Şamaxıya. İkinci hissədə inşallah ki öz üstünlüyümüzü qoruyub saxlaya bilərik və bəli burada blokumuzu qoymağı bacardıq, lakin onlar da tərləməyə bacardı. Qəşəng burada Murad Musayev idi o. Bəli Murad Musayev çox gözəl blok qoydu. İndi çox gözəl, qəşəng müdafiə eləməyib yaxşı bacarıram mən. Mən müdafiə eləməyib yaxşı bacarıram. İndi ataka çıxırıq. Bu səfər top Janovic'dədir. Janovic. Janovic! Lazar Janovic! Gol vurmağa devam edir və 2-0 üstü Şamaxıya qarşı. Şamaxı dərhal ataka çıxdı. Burada top Sierra bayra vurdu topu. Dəyişikliyə gedək. İskəndərovu salaq oyna. Ondan əlavə Nasirov'u da salmaq istəyirəm oyuna və Nasirov'u da salıram. 2 ofansif orta sahanı oyuna saldım. Və dərhal Şamaxı ataka çıxır. İndi burada top Vermeerdədir. İçəri gələn top Edgar Adkilov gol vurmağı bacarır. İndi atak sırası yenə də bizdədir. Bir dəqiqə. Murad Musayev! Stoperimiz Murad gol vurmağı bacarır. 3-1 Şamaxıya qarşı 3-1 üstünlük və inşallah ki bu oyundan 3 xal qoparda biləcək. İndi top Rafael'dədir. Rafael mərhəmli. Rafael golu vurdu. Lakin bu demək deyil ki biz məğlub olacağıq. Haydi 3-2 məğlub edirik Şamaxını. Bir atak sırası daha versinlər bizə. Maçın son dəqiqələri və bəli maç bitdi. 3 xal almağı bacarırıq Şamaxıdan. 3-2 məğlub etdik Şamaxını. Lakin bizim qoyub getdiyimiz Kəpəz biz gələndən 3 maçın 3-ünü də məğlub olaraq hələ də 22 xalda dururlar. Hələ də. Yəni həmin o bizim qoyub getdiyimiz Kəpəz komandası hələ də pis vəziyyətdədir və hətta Sergi Alonso transfer ediblər. Şeyi satıblar. Patsunu satıblar. Sonra
Buradan Yusuf İmanov almaq istərdim. Yusuf İmanov çox gözəl qapıcıydı. Lakin indiki qapıcımız da çox əladır. Və Maksud Sayevi də almaq istərdim. 64 ovrulu var onda. Əla. İnşallah ki xal qoparda keçəcək. Ən azından mənim bekləntim odur ki biz Qəbələ ilə 6-cı sıraya qədər qalacağıq. Mən elə hiss edirəm. Daha doğrusu 6-cı sıraya qədər qalxacağıq. İndi Sumqayıtla maçımız var. İnşallah ki burada da istədiyimiz nəticəni əldə edərik. Və bəli, atak sırası bizdədir. Top Elçin Mustafayevdədir. Bir dəqiqə. Elçin! Son anda Mehdi Cənnətov! Oy. Artıq bildin necə elə zərbə çəkirlər. İndi top Janovic-dədir. Janovic! Lazar! Janovic çox gözəl transfer idi o. Həqiqətən o transfer eləməklə çox yaxşı bir şey etmişəm. İndi top Sumqayıtdadır. Atak Sumqayıtın atağıdır. Burada qarşılamaq lazımdır. Yankovic'də top. Yankovic sahlədir. Yox. Burada Sumqayıt hesabı bərabərləşdirdi. Və atak sahası indi də bizdədir. Burada topu pasımızı verdik. Top Massamu'dadır. Massamu. Bir dəqiqə buradan komanda yoldaşımız yoxdur paslaşmağa. Massamu belə bir içəri. Ay. Orada içəri keçmədi. Janovic və Abdullah Sadə topu götürdü indi. Top Kefil. Kefil. Açinoğlu. Murad Musayev. 31 yaşlı təcrübəlimiz. Oy. Murad Musayev orada çox gözəl qurtardı bizi. Və ilk hissə bitir. 1-1 bərabər oldu bu hissə. Görək nə olacaq. Atak sırası Sumqayıtda da indi defansı yaxşı etmək lazımdır. Ay. Abdullah Zadə Bəylər demişdim. Çox böyük potensialı var və qolu vurdu. Haydi indi atak edək. Burada dəyişiklik eləmək istəyirəm. Faşı çəkək defansif orta sahaya. İskəndərovu salaq Sierra'nın yerinə. Ondan əlavə Aşurovu bura qoyub Janovici bura. Alınmır. Özümüzü yormayaq. Aşurovu yenidən çıxardaq. Bunu belə edib. Bunu belə çəkib. Bunu bura. Əslində belə də oynada bilərik. Belə də Qumbilov oynayanmır. Nəysə, həmin öz oyuncularımızı yenidən yerinə qoyaq və maçımıza davam eləyək. Fərid İskəndərov saldıq sadəcə oyuna. Janovic'in sarı vərəqəsi var. Sumqayıt yenidən atak gəlir. Haydi burada qarşıda var. Murad Musayev. Murad Musayev'dən çox gözəl qurtarış. İndi Qəbələnin atakı, yəni bizim atakımız. Top Faşdadır. Faş. Qolu vurur. 2-2 bərabərliyiz. Hesabı bərabərləşdiririk. Dərkə Sumqayıt o dəqiqə ataka gəlir. Burada dönən topu Keita uzaqlaşdırır. Haydi bir atak sırası daha və bəli hesab 2-2 olur. Bir xal daha alırıq. Biz gələndən Qəbələ biraz özü gəldi. Kəpəz sadəcə bir xal ala bilib. Biz Kəpəzdə qalsaydıq bəlkə də hal-hazırda birinci yerdə idik. Bəlkə də. Və bir sonraki maçımız Kəpəzə qarşıdır. Əvvəlki komandama qarşı oynayacağım. Bir dəqiqə burada nə oldu burada? Geri dön Murat. Bu nədir? Reklamla mən də elə bildim. Mən də dedim nədir? Açı, bu nə reklamlar deyə verirsən mənə? Bravo, supermarketdə əla. Super. Mən neyim? X-də. Və bəli, əvvəlki komandam Kəpəzə qarşı oynayıram və görürəm ki, Sergio Alonso transfer ediblər.
Fərid Nəbiyev yox, zaten var idi bizdə. Ohori, Şakir Seyidov, Devrim Şahin. Demək olar ki, eyni komandalar üçün Sergi Alonso gətiriblər bura. Heç olmaz. İndi əvvəlki komandamı Kəpəzi inşallah ki, məğlub edə bilərik. Dərsə Kəpəz ataka gəldi. Top indi Devrim Şahindədir. Amma Həbib Hüseynov. Kəpəzdə və Sergi Alonso penaltıdan qolu vurmağı bacardı. Doğru yer təxmin elədim, lakin olmadı. 1-0 Kəpəz dərəcə Kəpəz yenidən ataka çıxdı və Sergi Alonso abi bu nə adamdır? Və bəli, indi atak sırası bizdədir. Top Elçin Mustafayev'dədir. Belə bir pas verək. Burada Paulo Gumbilla'nı gördüm. Gumbilla yenidən Elçinə. Elçin! Top kimdə qalır? Bizdə qaldı top. Janovic! Lazar Janovic! Topu götürdü və qolu vurdu Kəpəzə. Əvvəlki komandama qolu vurdu. 2-1'dir, haydi. Haydi və bəli, atak sırası bizdədir indi. Top Elçindədir, Elçin Mustafayev. Elçin. Ay ay ay, Cafırsın. Əvvəlki oyunçum bizi blok etdi dərkən yenidən bir atak. Janovic! Lazar! Janovic! Çox gözəl bir gol. 2-2 hesabı bərabərləşdirir Lazar Janovic. İkinci isə başlar-başlamaz atak sırası bizdədir. Tomi Massamo'nun pası. Janovic! Janovic! Dirəkdə partladı bu zərbə. 2-2 ələdə hesab bərabərdir dərkən sırası indi yenə də bizdədir. Nicat Əliyevin pası. Massamo. Oy oy oy, çox geri getdi top. Və Kəpəz indi, Kəpəzdə də atak sırası. Zərbə və Devrim Şahin qolu vurdu bizə qarşı. Dəyişiklik eləyək. Bizim bu oyuncumuzun adı nədir? Şahniyov, adı deyə bilmirəm. Şahniyov çox yorulur. Onu çıxartdığım oyundan. 3-2 hazırda məğlub oluruq. Lakin inşallah ki atak bizdə olar dərkən Kəpəzə keçdi atak sırası yenidən. Top Devrim Şahindədir. O mənim öz tələbəm idi. Oy oy oy, qəşəng blok. Qəşəng. Orada top Keita blok qoydu. Sonra isə Seyra, yəni defansif orta sahamız topu uzaqlaşdırdı. Haydi bir atak sırası verin bizə. Yox, yenidən Kəpəzə atak sırası verildi və Ohori. Ay ay ay, qırmızı vərəqə aldı hətta. Paulo Gumbilla qırmızı vərəqə aldı. Of. Burada dərkən atak sırası indi bizdədir. Yox. Burada səhv yenə də məndə idi. Kəpəz yenidən ataka gəlir artıq. Burada hiçbir şey eləyə bilmərəm mən. Dilək və Şakir Seyidov qolu vurdu. Hiçbir şey. 5-2 məğlub oluruq. Maçın adamı Sergi Alonso'da. Mən izlədim Sergi Alonso'da. 5-2 məğlub olduq. 14 xalda qalırıq. Kaş ki Karvana gedərdim. Hazırda Karvan 8-ci yerdədir və 27 xalı var. Bir dənə ondan baxaq. Və hamı Azərbaycanlıdır orada olan, hamı. Hiçbir şey olmaz. Yəni ki bu maçdan, Karvanla maçdan sonra videonu yekunlaşdıracağım. Çünki həqiqətən bu videonun kapaq şəklini düzəltməyə çox çətin olacaq. Hətta digər videomun da kapaq şəklini hazırlamalıyam və digər videomun da çəkməliyəm. Bəli, burada Gumbilla yerinə baxın, Janovic o dəqiqə gəlişib 68-ə qalxıb artıq Janovic. Yəni ki onu sezon sonu çox böyük məbləğə sata biləcəyik. Burada sağ kanada bilmirəm, heç özüm də bilmirəm kim oynadım. Faş oynayabilir mi sağ kanatda? Bəli, oynayabilir. O zaman ofansif orta sahaya Sierra'nı atıb defansif orta sahaya yox. Elə ofansif orta sahaya Janovic ataq. Santrforda Aşurov ataq. Məncə ən məntiqisi belədir.
Yoxsa necə? Məncə yox. Elə İskəndərovu qoyaq bura, söhbət bitsin. Niyə uzadırıq? Və son maçımıza keçək. Daha doğrusu bu videonun son maçına keçək. Karvana qarşı oynayacağıq bu maçda. Devama bastım. Hətta bu maçı Sumniyə Siriyə digər maçı oynayaq. 2 top vurduq, 2-1. Haydi 3-1. Qaşa 3-1 məğlub edirik Murad Musayev. Ofansif orta sahamız Şahneriyov və defansif orta sahamız Keita'nın vurduğu qollarla 3-1 Karvanı məğlub edib 3 puan almağa bacarırıq. Haydi özümüzü buradan qurtaraq. Sierra defansif orta sahamız zədələndi. Bax, bu çox pis oldu. Çünki defansif orta sahamız yoxdur. Çünki həqiqətən defansif orta sahamız yoxdur. O zaman defansif orta saha olmayan bir dizilişə keçək. Burada Vüqar Hacıyev istifadə edək. Janovic oynaya bilmirmi orada? Bir dəqiqə abi, Santrfor'da oynaya bilirsən axı. Doğru düşmədim. Neyse, bu dizilişə də dəyişək o zaman. Abi Janovic burada oynasın o zaman. Bu dizilişə keçək. 300 stopper oynadaq. Defansif orta sahalarımız abi yox, bu diziliş heç düzgün gəlmir. Hə, bax bu dizilişdə oynaya bilərik. Belə ataq, İskəndərovu da belə ataq. Amma Somu oynaya bilər burada. Faş Hacıyevi belə eləyək. Hacıyevi abi mən heç cür burada çıxış yolu tapa bilmirəm. Nasir onu bura qoysaq, hə, bax belə olur. Belə olur. Ən güclü versiyamız belədir mənim fikrimcə. Başqa çünki çıxış yolu yoxdur. O zaman son maçımız, bu videonun son maçı olan İmişli maçına doğru keçək. İmişli liqanın ən axırıncı sırasındadır. Yəni ki, onlara bol gol vura bilərik. Və bəli, dərhal atak sırası bizə keçdi. Belə bir pas. Ondan da belə bir pas. Belə bir keçid. Massamo dirək dönən top. Pasımız Janovic. Sonundan Atik Quliyev. Heç gözləmirdim bu seyvi. Oy. Və yenə də atak sırası bizdədir. Ay olmadı. Topu geri döndük Massamo dirək. Ay 2 dənə dirək. Massamo'dan 2 zərbə və ikisi də dirək. Artıq 3 son dəqiqələrə satırıq və yenidən bir atak sırası daha. Belə bir keçid. Belə bir zərbə və Massamo qol atmaq bacarır. 1-0. Və yenidən atak sırası bizdədir. Bu səfər penaltı zərbəsi. Faş penaltıdan fərqlənir. Faş 2-0 öne keçirir İmişli qarşısında. İkinci hissəyə başladı. İmişli ataka çıxır. Murad Musayev icazə vermədi və Keita da uzaqlaşdırdı. Və atak sırası yenidən bizdədir. Belə bir hərəkət, belə bir pas, belə bir fənd, belə bir zərbə. Son andan Atik Quliyev. 2-0'lıq üstünlüyümüz hələ də davam edir. Dəyişikliyə atmaya çünki heç bir oyunçumuz yoxdur dəyişikliyə eləməyə. Bəlkə Əhmədovu bura sıla bilərik. Yox. Davam edək. Üstünlüyümüz hələ də davam edir. İnşallah ki bir dənə də atak gələr və onu da qola çevirərik. Və bəli, İmişliyə atak verildi. Burada yeni uzaqlaşdırmaq lazımdır bu zərbə və Həbib Hüseynov. Və bəli uşaqlar, maç bitir 2-0 İmişliyə məğlub edirik. 3 xal almağı bacarırıq. 11-ci yerdəyik hələ də, lakin Karvan hələ də öz xalında qalıb. Biz 7 xaldan 20 xala qədər gəldik, çatdıq. 7 xaldan 20 xala gəldik, çatdıq və hələ də Karvan 27 xalındadır. Yəni biz buradan dönə bilərik. Əgər Karvan hələ də 27-də, Turan hələ də 29-a qalsa və Kəpəz hələ də 30-da qalsa, biz buradan 10 xaldan geri dönüb
ilk 5-liyə və yaxud da ilk 6-lığa girə bilərik. Nağd ilk 6-lığa girə bilərik. İnşallah ki bu heyecan gələn video olacaq. Bir sonraki maçımız Qarabağdır, yəni bu maç üçün bu maçı qaçırmayın gələn videoda. Sağ olun uşaqlar. Əgər dediyim kimi videoların davamını gəlməyi istəyirsinizsə, kanalıma abunə olub videoya like atmağı unutmayın. Bir sonraki videonun gəlməyi istəyirsinizsə, ən azından bu videoya 20 like atmağı unutmayın. Dediyim kimi ən son başarısız karyera videomda 24 şərh gəlmişdi. İnşallah ki belə şərhlər və dəstəkləriniz davam edər. Və belə bir post paylaşacağım. İstəyirsinizmi yeni bir PS'de yeni bir oyuncu karyerası yaradım. Belə bir post paylaşacağım və orada da öz fikirlərinizi bildirməyi unutmayın. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Gələn videolarda görüşənə qədər.